Bilirsiniz, mən ritorikanı da bəyənmirəm, Eləman xanım. Baxın, nazir çıxır deyir ki, biz deyir, əslində əvvəllər deyir 17% alırdıq vergini. 2009-cu ildə dövlət güzəşt elədi sizə, xalqa güzəşt elədi və bunu ləğv elədi. İndi biz hələ ən yaxşı halda bunu 5%-dən başlamışıq, 7-yə qədər qaldıracaq, yenə 7% sizdə xeyir var. Yəni, bilirsiniz, nazir və vətəndaş kimi danışmır bu. Bilirsiniz necə danışır? Şirkət rəhbəri və müştərilər kimi danışır. Yəni, bu belə deyil. Biz müştəri deyilik, biz bu dövlətin sahibləriyik, biz bu dövlətin vətəndaşlarıyıq, biz bu dövlətin qurucularıyıq vətəndaşlar olaraq. Biz bu dövlətin ayaqda qalması üçün ömrümüzün bir hissəsini gedib əlimizdə avtomat sərhəd qoruyuruq, düzdür? Vergisini veririk, bayrağını qaldırırıq, buranın dövlət olması üçün qanunlarına tabi oluruq, konstitusiyasına tabi oluruq, seçkilərə gedirik. Yəni, bura dövlətdir. Bu şirkət deyil ki, siz öyle sağ ol deyin ki, biz sizə bu qiymətə veririk. Yəni, təfəkkür odur. İzah edə bilir. Mesela keçən Gömrük Komitəsinin rəhbəri də çıxıb danışır ki, insanlar deyir, gedib xaricdə istirahət edə bilirlər, ora pul xərcləməyi istəyirlər və xərcləyirlər, amma bizə vergi vermək istəmirlər. Bu yanaşmaya bax, yəni bundan yanaşma odur ki, sən istirahət edirsənsə, canın çıxsın ödə. Canın çıxsın deyil. Qardaş, bu vətəndaşdır, dünyanın hər yerində vətəndaş az ödəməyə çalışır, vergisi, gömrüdür. Amerikada belədir. Dünyanın hər yerində. Bunlar amma yanaşması bilirsiniz, biz necə eləyək ki, məsəl üçün də bəlkə gömrük islahatları eləyək, bu gömrük islahatları sayəsində, məsəl üçün deyək də, oradan ərzaqlar və yaxud da geyimlər və yaxud da texnologiyalar ucuz gəlsin, bizim insanımız daha yaxşı yaşasın. Məsəl üçün 800 manata aldığı texnika, gömrüklü, vergili aldığı texnikanı biz azaldıq, geçsin 800 manata daha bahalısını alsın, daha keyfiyyətlisini. Düzdür ya? Yəni, bax, bunları düşünməyə əvəzinə bizdə vətəndaşdan necə pul alaq, necə dolduraq, necə büdcə. Büdcə doldurulur, lap yaxşı. Sonra belə, büdcə də sizə xərclənir. Lap yaxşı, büdcə bizə, hanı da bizə xərclənən büdcə? Pensiya artırılmır, minimum əmək artırılmır, sosial təminatlar o gün Əli Əsədov baş nazir oxudu parlamentdə. Sosial müdafiə sahəsi büdcədə 4-cü prioritetdir, 4-cü. Yəni ona qədər 3-cü var hələ. Yəni bizim yaşayışımız, yeməyimiz, içməyimiz dövlət üçün 4-cü prioritetdir. Yəni, bəs və yaxud da tibbi sığorta 400 milyon azaldırlar ki, bəs hanı bu büdcə bizə gəlirdisə? Keçən bundan az vergi verirdik, bundan az gömrük ödürük, bundan az cərimə verirdik. Heç olmazsa sosial, belə deyək də, o tibbi sığorta filan var idi. İndi bilirsiniz də, yəni 3 il ərzində hələ bu faizlər artacaq, 7%. Bizi hələ 2027-2028-ə daha... Bəli, 400 manat alandan sən deyirsən ki, 7%-ni vermənə. Qardaş, bu nə 400 manatın üstü, əksinə sən də bir 700, belə deyək də, bir 7% sən əlavə verməlisən ki, get dolan. Yəni, bilirsiniz, ona görə Ələman xanım, mən düşünürəm, parlamentdə də mühit yoxdur. Parlamentdə, görürsünüz, 2 dənə sual verilən nazirlər əsəbləşmişdi komitədə. Bilmirsiniz, danışırsınız, bir deyil, məlumatları hardan alırsınız. Elə bir parlamentə yuxarıdan aşağı baxırlar. Elə baxırlar da. Parlamentarlar artıq dinlənmirlər ki, nazirlər telefonlarımızı qaldırmır, suallarımızı eşitmir. Əslində, nazirlərin gətirdiyi o kağız kağızdır. Parlamentarlər millət vəkilləri səs verənə qədər o kağız kağızdır, söz yığınıdır. Təbii, təsdiqə qədər. Təsdiq olunandan sonra qanun olur, büdcə olur. Sən kimi qoyub kimə danışırsan? Yəni, biz ona görə deyirik ki, Ləman xanım, müxalifət dövlət idarəçiliyində olmalıdır. Olmalıdır ki, bu iqtidardakıların qulağı acı söz eşitməyə öyrənsin. Acı söz deyəndə, yəni tənqidi öyrəşsin. Ki, qardaş, mənim səndən heç bir alış-verişim yoxdur. Səndən heç qız almışam, nə qız vermişəm, nə al-ver eləmişəm, nə şirkətim var, səndən qərəzim də yoxdur. Yolda da görsəm, salam da verəcəm, salam da. Amma bu işdir. Yəni, bu siyasətdir, bu xalqdır. Sən elə sənət hazırlayıb, gəlib xalqın qabağına çıxırsansa, hazır olmalısan ki, sənə sual verəcəklər.